Türkiyədə hər gün məşhurların tutulması ilə bağlı xəbərlər artıq bezdirib. Belə xəbərlər yorucudur. Heç bir marağı və təsiri yoxdur. Güya ki, məşhurlar üzərindən belə bir mesaj verirlər. Məşhursansa belə toxunulmaz deyilsən. Çox güman ki, məqsəd bu mesajı ötürərək qorxu yaratmaqdır. Publikaz xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi bir müddətdir Türkiyədə məşhurların narkotik əməliyyatı çərçivəsində saxlanılması məsələsini tənqid edib. Sitat: Güya psixoloji təsir yaradırlar. Gənclər üçün cool görünməsin, qorxu və çəkindirmə effekti formalaşsın. Eyni zamanda ictimai diqqəti yönləndirmək məqsədi də daşıyır. Amma özləri də istəmədən reklam etmiş olurlar. Bəzən belə əməliyyatlar gündəmdəki digər problemlərdən diqqəti yayındırmaq məqsədi ilə də edilir. Məşhur adı varsa xəbər yayılır, reytinq artır, sosial mediada viral olur. Seriallarda da mövzu əsasən qadağan olunmuş maddələr üzərində qurulur. Güya mübarizə aparırlar, amma əslində reklam etmiş olurlar. Bu cür xəbərlər, eləcə də bu mövzuda çəkilən film və seriallar əks təsir göstərir. Yəni məqsəd yayındırmaqdırsa, nəticədə reklam və cəlb etmə effekti yaranır. Statın sonu.